Sən zəifsən, ona görə səndən razı qalmırlar. Yalandan əlasan, bombasan deməklə deyil. Özün də bilirsən ki, o deyirsən. Və bunun səbəbini araşdırmırsan ki, niyə zəifləmsən, niyə həvəssizsən. Başı ağrıtmaq istəmirsən də bir sözlə. Mən sənin üçün kiçik bir araşdırma aparmışam. Xanımlar videonu keçsin, kişilər isə bu videonu qayd eləsin və ekrandakı ürəyi qızarsın. Deməli, kişilərin əksəriyyətinin zəifliyinin səbəbi mərkəzi sinirlə əlaqələnir. Yəni depressiya, günlük həyat tərzimiz bu problemləri ortaya çıxarır. Hansı ki, həvəssizlik, zəiflik, ereksiya kimi problemləri. İndi sizə göstərəcəyim tapoksabletka isə tərkibindəki dapoksetin və tadalafil molekulunun köməyi ilə, deməli, dapoksetin neyiniz? Münasibətdən bir saat əvvəl atıldığı zaman beyni birbaşa münasibətə hazırlayır, tadalafil isə sərtliyi artırır. Və bu preparat bir neçə dəfə istifadə edildiyi zaman bu problemləri birdəfəlik akt zamanı aradan qaldırmaqla qalmır, həm də bu problemlərin müalicəsinə yönəlir. Artıq bu tabletka istifadə etdikcə yavaş-yavaş bu problemlərin sizdən azaldığına, bir müddətdən sonra tamamilə bu problemdən əsər əlamət qalmadığına özünüz müşahidə edirsiniz. Ölkənin bütün apteklərində var. Olmasa əzazlarımızdan xahiş edin, zakas verib gətirsinlər. Yəni tapoksabletka həm həvəsi artırır, həm sərtliyi artırır, həm ereksiya müddətini uzadır. Yəni bir sözlə kişilərin bu dəqiqə çoxsunun arzuladığı vəziyyətə gətirir onları.